Yeni gündən hər kəsə salam. İnşallah yaxşısınız. Mən də şükür yaxşıyam. Abunə olub like qoymağı unutmayın. Əvvəlcədən deyirəm, marketə gitmişəm, bir kiçik belə alış-veriş eləmişəm. Kök almışam. Skitkadaydı. Bazar store'da kök almışam. Burak neydi adı unutmuşam, almışam. Lobya almışam. Fasolya, yaşıl taze fasolya, belə piçenkalar almışam uşaqlara çay içməyə və özümə də bu konfetlər xoşlayıram arada çayla içməyə. Göyərti almışam bol-bol həmişəki kimi və paraşoklar almışam. Bu da kızlarındır. Bura qoyublar. Bilmirəm niyə. Bunlar ağırdıcılardır. Hansı ki ayrı qabda eləyirəm. Ağ paltarlar yanda bunları da əlavə edirəm. Bu pirsindən biraz bu ağırdıcıları ayrı bir paraşok eləyirəm. Super olur. Benim ütü yanıb, bilmirəm. Bir dəfə təmizləmişdim, amma təmizlənmədi. Yəni belə sarı ləkə qoymur, amma yenə də mənim gözümə çox batır. Bilmirəm neyniyim. Qorxuram həm ütünü xarab eləməyə, çünki yaxşı ütüdür, xoşum gəlir. Uje neçə ildir almışam, işlədirəm. Uje inanırsınız bir 5 il olar bu ütünü işlədirəm və mən ütünü hər gün işlədirəm. Niyə? Çünki yoldaşım işə gedəndə nə qədər ütüləyib veşolkaya qoysam da yenə də həm şalvara, həm rubaşkanı ütüləyirəm. Bilmirəm indi siz nətər ütüləyirsiniz, amma mən belə ütüləyirəm. Məndə ütü stolu var idi, qladilnaya daska. Amma onu heç vaxt işlətmirdim və onu heç də bilmirəm. Sarayda bir yerdədir, o rayonda qalıb. İşlətmirəm, xoşum gəlmir. Nədənsə mənə kuxnyada stolun üstündə ütüləmək daha xoş gəlir. Nə bilim, mənim üçün belə rahatdır. Stol daha rahat olur. İstədiyim kimi şalvarı qoyuram, istədiyim kimi ütüləyirəm. Həm şalvar, həm pastellə bilyo olsun, həm də rubaşkalar olsun. Burada da yumuşdum bu şalvarları, dedim ütüləyib veşilkaya qoyaram. Onsuz da sonra geyinəndə yenə də bir el gedirəm də, bir dəfə yenə ütüləyirəm. Belə. Siz nətərsiniz? İnşallah yaxşısınız. Bilmirəm niyə abunə olmursunuz, reyləri yazmırsınız. O kadar çox sizin üçün çalışıram, nəsə çəkirəm, yazıram, səsləndirirəm. İnanırsınız bu o kadar da belə rahat iş deyil, amma iş deyəndə iş deməzdim. Sadəcə bu mənim hobidir. Nə qədər hobi olsa da yenə də insan sevinir kimsə nəsə yazanda, nəsə soruşanda, like qoyanda, belə qəşəng bir rey yazanda insan sevinir, daha da çox nəsə maraqlı bir şey çəkmək istəyir. Onsuz da çəkən real həyatdır, başqa heç nə yoxdur. Bu ev günüdür, bir xanımın, bir ananın, 3 uşaq ananın, bir gəlinin ev günüdür. Məsələn, evdən nətər yəni günü keçir. Və bir neçə xanım da var. Həmişə onlar hər videonun altına, shorts atanda shortsların altına nəsə bir rey yazırlar. Çox sağ olun, çox da şadam sizi həmişə görməyə, hər bir videoya siz fikir verirsiniz, nəsə yazırsınız. Mənim üçün də çox xoş olur, çox belə daha da çox maraqlı olur nəsə çəkməyə. Niyə belə bir şey özümə götürmüşəm deyəndə öz başına götürmüşəm video çəkib atmağa, yəni YouTube'da nəsə bir kanal açmağa. İnanırsınız, elə vaxtlar olur ki, mən çox belə darıxıram. Niyə? İşsizlikdən yox, iş hər gün var. Bir xanımın, bir uşaq anasının işi çox heç vaxt ola bilməz, ya da az da ola bilməz. Həmişə nəsə eləməyə bir iş var. Yaqqab yumağa, ev təmizliyi, hər gün hər yerdə nəsə, onsuz da təmizlik qalmır. Təmizləyirsən bir tərəfdən uşaqlar yenə nəsə bardak eləyirlər, ya bir yerdə toz olar, nəsə olar. Bu işlə, ev işləri üçün darıxdığım üçün yox. Sadəcə mənim atam, anam deyim ki sizə uzaqdadır, o kadar da uzaqda deyil. Burada uşaq ütülüyüb qurtarmışam, özümə çay süzmüşəm. Bunları da bura qoymuşam. İndi veşelkaya asaram, amma birinci bir stakan çay içərəm və bunları da yerləşdirmək lazımdır xaladilnika. Çünki bugün onsuz da lobiya hazırlamağa nə vaxtım var. Çünki
nə həvəsim var, yeməklər də var. Çünki məndə bu gün başqa planlarım var. İstəyirəm uşaqların otağında pəncərəni təmizləyim və harda qalmışdım? Mən atam, anam uzaqda deyil, amma deyim ki sizə uzaqdadır. Niyə? Çünki əvvəllər biz buradan Dağıstan tərəfə keçirdik də quru sərhəddən keçə bilirdik, amma indi yox. İndi bizdə o şans yoxdur. Düzdür, biz keçə bilirik, çünki bizdə hələ ki biz Rus vətəndaşlarıyıq, mən, uşaqlar. Amma gələndə çox bir böyük problemdir. Keçən ildə biz gələndə Türkiyədən gəlmişdik və bu çox pul da çox gedir. O qədər də yəni nə bilim bütün il qazanırsan, qışda qazanırsan və gidib biletlərə o pul verirsən, o da nəsə ürəyimə sinmir deyim də sizə. Amma ana ata üçün də çox darıxıram və elə vaxtlar olur ki, o qədər darıxıram və heç nə eləyəcəm onu bilmirəm. Bilmirəm nə edeyim, onları görmək istəyirəm. Mənim qohumları o tərəfdədir. Burada sadəcə yoldaşımın qohumlarıdır. Və o vaxtda başlayıram ki, alıram kameranı əlində deyirəm, onsuz da darıxıram, belə çəkib özümə nəsə başını qataram ki, belə. Ana ata üçün mən çox darıxıram, daha çox ana üçün darıxıram. Mən anamı bilmirəm, bir il olar mən onu görmürəm da. Keçən il yayda görmüşdüm, indi bu ildə inşallah Allah qismət eləsə gedib görərəm. Qismət olmasa da darıxa evdə oturaram. Və başlayırıq biz. Mən uşaqların otağınıza girişdim. Burada xalçanı təmizlədim, yuxarı qaldırdım, pəncərəni açdım. Özüm üçün indi istəyirəm pəncərəni silim. Şkafları düzəltdim, paltarları səliqəli düzəltdim, hər şeyi süpürdüm. İndi qaldı məndə pəncərə təmizləməyə. Pəncərə təmizləyərəm indi. Baxın nə qədər görünmür, bilmirəm. Baxın siz bu ləkələrə baxın. İnşallah yağış olmaz bir daha. Amma yenə də bunu təmizləməliyəm da. Mən istər-istəməz bunu belə saxlamaq. Siz bir buna baxın. İndi buranı təmizləyərəm qəşəngcə bu pəncərəni. Vaxtım qalsa deyəndə, həm də yorulmasa çox, həm o birisi otağını da silərəm, olmasa da sabah silərəm, inşallah eləyərəm onu da. İstəyirəm bu pəncərəni silim, lüstranı silim, bunları silim, oradakı qalxıb oranı silim, belə. Polu silim, təmizləyim. Burada özüm üçün şeyi də gətirmişəm, eskiləri də gətirmişəm. Başlayıram pəncərədən. Sizinlə birlikdə inşallah bəyənərək baxarsınız. Sonra bu otağı təmizləyib bir şinyat da istəyirəm hazırlayım. Baxın, nə gücüm çatsa onu eləyərəm. Oğluşum hələ ki idmandadır. Mənim 2 saatim var ki bu otağı qutarım. Amma nəsə heç nə eləmək istəmirəm. 2 gündür belə elə bir ki özümdə deyiləm də. Ya havadandır, ya özüm çox yorulmuşam, istirahət istəyirəm. Hamıya can sağlığı arzulayıram. Gəlin birlikdə pəncərəni silək. Biraz çətindir bu pəncərələri silməyə, çünki ora yer yoxdur da nəsə çıxıb silməyə. Həm də hündürdür çox, 7 deyəndə bu bizdə 8, 9, 10 belə olur da. Orada parkovka da var, mağaza var, belə şeylər var axı altında. Ona görə çox hündürdür. Biraz həm qorxuram, yüksək şeylərdən qorxuram, amma yenə də təmizləyirəm da, nə edeyim. Mən təmizləməsə qalar, ona görə də özüm təmizləyirəm. Gəlin birlikdə təmizləyək.
Nəhayət qutarmışam. Pəncərəni silib. Nəsə hava dumanlıdır. Qorxuram ki, yağış gəlməsin. Düz deyim. İndi buranın polu təmizləyərəm. Bunları bu tərəfə çəkib polu silərəm. Və vəsə. Bununla da bitir. Əvvəl bu tərəfi silərəm. Serediנה orta hissəni silərəm. Sonra bir-iki dəfə, sonra divanları bu tərəfə çəkib, arxaları silərəm. Quruduqdan sonra oraya yerbəyer eləyib qutararam. Bu otaqla da bitdi. Ən axır məncə lüstraları təmizləyərəm. Çünki istəyirəm ki, tez bitirim. Yorulmuşam. Bugün heç nə eləməmişəm, amma yorulmuşam. Burasını da belə çəkdim, təmizlədim. Bu arkaları da təmizlədim. Divanları bu tərəfə çəkib hər yeri təmizlədim. Bu da çıxan o tozdur. Düzdür, çox utandım, amma yenə də neyniyim? Bunları bir həftədə bir-iki kərə var ki, bu tərəfə çəkib təmizləyirəm arkaları. Amma yenə də bilmirəm, bu elə deməkdir ki, uşaqlar evdə olanda indi belə olacaq. Gerek biraz tez bu tərəfə çəkib təmizləməliyəm. Pəncərə də təmizdir, qurusun. Bir dəfə yenə də təmizləyib yerlərinə qoyaram. Sonra da bunu da istəyirəm təmizləyim. Və o şeyləri də, lambaçkaları da deyim sizə və bu qapının da bu tərəfdən istəyirəm təmizləyim. Dünən o tərəf təmizləmişdim, bugün bu tərəf istəyirəm təmizləyim. Belə indi gidib bir çay içərəm və sonra da baxaram yeməyə nə var və yox. Axşam yeməyi də hazırlamalıyam, çünki uşaqlar birazdan deyəcəklər ki, acdılar. İşıqlar biraz zəif olsa da, bilmirəm niyə zəifdir, bizim işıqlar zəifdir çox. Amma ev təmizdir. Bu otaq da təmizdir, hər şey təmizdir. Yerləşdirdim yerlərini. İndi gidirəm biraz çölə gezməyə uşaqlarla.